Ben silindirik kap çəkərək görmək üçün. İçində su var. O metal küre. Tamamilə batıb su tərkibindədir. Sindirin oturacağının radiusu 6 cm-dir. Bunu bir silindiri deyiləm. Silindir 6 cm. Kürəni çıxartdıqdan sonra suyun səviyyəsi 1 cm gəlmişdir. Bunu çıxardıb, əvvəl bir böyük yaş edir. Bu olur, sonra taş çıxılsın bir, elə deyil. Bu ümumiyyətlə fizikanın demişik axımı qüvvəsində. Cisim axımı qüvvəsi qədər su çıxardır və yaxud da öz həcmi qədər elə bir buna axımı qüvvəsi təsir edir. Buna ehtiyac yoxdur. Əsas onu bilmək lazımdır ki, bu kürənin həcmi tutur. Kim kürə olduğuna görə bunun həcminin üstündə 3-4 Pierre kubu ilə hesablanacaq. Bir kürənin kubu ilə, 3-4 Pierre kubu ilə. Bu yəni həcmi qədər su çıxardacaq. Biz burada bu kürədir, sindirin həcmi ilə tutulmalıyıq. Pierre kvadrat, burada sindirin kvadratı h-dir. Deyir ki, indi əvvəlcə silindirin olan suyun həcmi bu qədər idi, elə deyil. Deyir ki, çıxartdıq. Bundan nə qədər çıxır dedik ki, kürənin həcmi oraya çıxır, deyil. Ona görə VS-dən V kürəni çıxıram. Deyir, pi r s-in kvadratı h çıxılsın. 3-də 4 pi r kürənin kubu. Bizə deyir ki, 1 cm azalır. Sonra yenə də eyni qayda silindirin həcmi olaraq, orada ki, 1 cm azalır deyil. Mən h-ın yerinə h çıxılsın 1 yazıram. Yenə də eyni pi r silindirin kvadratı h çıxılsın 1. Sonra təmlik budur. İndi burada hər tərəfi pi-yə bölürəm. Yerinə qoyuram. Bizə nəyə istəyir? Kürənin radiusuna. R kürəni soruşur. Qoyuram yerinə. R silindir 6-dır. 6-ın kvadratı 36-dır. 36h. 36h çıxılsın 3-də 4. R kürənin kubu ilə saxladıram, bilmirəm. R kubu yazıram. Bərabərdir. Burada da 36h çıxılsın 1, 36. Elə deyil. 36h'lar islah olunur. Mənfi elə oldu müsbət. 3-də 4. R kubu bərabər olur 36-ya. Buradan 4 R kubu bərabər olur 3 vurulsun 36-ya. 4'ə böldüm 9. R kubu bərabərdir 27. R bərabərdir 3 cm. Cavabımız oldu 3. Tamam. Evet, sağ ol. Sağ ol.